Bugün nədənsə səni istədim. Sənə toxunmaq, mənə sarılmağını istədim. Amma bilirəm ki, mümkün deyil. Ona görə də sadəcə xəyalımda istədim səni. Rəssam olmaq istədim. Təbiəti əks etdirə biləcək qədər güc istədim. O tabloda, yağışlı havada sakit bir evdə pəncərə önündən durub ikimizin də yağışı seyr etməyimizi vəsf etmək istədim. Hərdən baxdığımız pəncərəni açıq qoyaraq, yağan yağışın damcılarını üzümüzə vurmasını istədim. Güya üşüyürmüş kimi məni bərk-bərk qucaqlamağını istədim. Nəfəsini nəfəsimə çəkmək istədim. Bu qədər istəyərkən niyə yanımda deyilsən? Kim girdi ki aramıza? Kimin gözü dəydi sevgimizə? Kim bizə paxıllıq etdi, kim? Sus, həmişə də ürəyində danışacaqsan. Elə beləcə yanıb alışacaqsan. Olmayacaq mənli günlər, olmayacaq mənim kimi dəli oğlan, olmayacaq səni güldürən, olmayacaq hərdən səni hirsləndirən, olmayacaq hərdən səni ağladan, olmayacaq. Amma nədənsə çox istədim bugün səni. İndicə bir mahnıya qulaq astım. Sənə haram əllər dəymiş. Bu mahnıdan sonra sənə daha nə yazacağımı belə bilmirəm. Sənə saf bir məhəbbət verdim, amma alacağın həmişə göz yaşı oldu. Həmişə söz söhbətlər oldu. Niyə demirsən günah səndədir, niyə boynuna almırsan bunları? Niyə özünü öyrəşdirib çəkildin kənara? Niyə? Nə qədər suallarım var sənə bir bilsən. Amma heç bir sual verməyəcəm sənə, çünki artıq gecdir. Sadəcə bugün səni xatırlamaq keçdi içimdən. Səni qucaqlamaq, mənə sarılmağını və nəfəsini nəfəsimə çəkmək keçdi. Bu da xəyalım, bu da mən, bu da mənim ürəyim. Bu isə sənin mənə etdiklərin. Hər şeyə görə çox sağ ol deyiləm. Və bugün rəssam olmaq istədim. Amma nə gözlərini, nə üzünü, nə də boy büsatını çəkmək istədim. Yalnız səsini istədim. Yalnız səni istədim. Özünü, mənə məxsus olanı istədim.